7-ci sinif məsələ 1. Məsələdə deyir ki, aparan qasnağın diametri D1 bərabərdir 50 mm, aparılan qasnağın dövrlərinin sayı N2 bərabərdir 100, aparan qasnağın dövrlərinin sayı N1 40-a bərabərdir, aparılan qasnağın diametrinin D2-ni tapın. Düsturumuz necə idi? N1 böl N2 bərabərdir D2 böl D1. Yəni tərs mütənasib idi. Gəlin yerinə qoyub həll edək. Dedik ki, N1-miz neçə idi? 40. N1 yazırıq 40. N2-miz 100 bərabərdir. D2-mizi bilmirik. Yazırıq D2. D1-miz də 50-dir. Bu bir tənasübdür. Tənasübü necə həll edər? Bu kəsrin məxrəcini, bunun surətini, bunun məxrəcinə, bunun surətini, bunun məxrəcinə çarpaz. Bir-birinə çarpaz şəkildə vuracaq. Necə olacaq? D2 vur 100 bərabərdir 40 vur 50. 40 vur 50 eləyir 2000. Yazırıq birbaşa 2000. D2 nəyə bərabər olacaq? 2000 bölünsün 100-ə. O nəyə bərabərdir? 20. Cavab alıq 20. Həm də bu formada da yaza bilərik. Yəni çarpaz yaza da bilərik. Çarpaz nəyə görə dedim mən sizə? Daha aydın, mərhələli şəkildə görməyiniz üçündür. Amma gəlin kitabdakı kimi ilə yazaq birbaşa, yəni qısa şəkildə. Elə olanda olacaq ki, D2 bərabərdir. D2 bərabər olacaq. 40 vur 50 birbaşa yazırıq. 40 vur 50 böl 100. Qısa şəkildə. Elə də olanda 40 vur 50 elədi 2000 böl 100 elədi 20. Cavabımız 20. Bu sizi məsələdə necə də verə bilərlər? Hazır sizin üçün D1, N2, N1 şəklində verməzlər. Necə verərlər? Qoyar ki, aparan qasnağın diametri budur, aparılanda budur, aparanda budur. Necə aid edək? Bilirik ki, düsturumuzu yenidən yazıram bura. Bərabərdir D2 böl D1. Birlərimiz aparanlardır. Birlər aparandır. İkilər aparılandır. Aparılan. N dövrlər sayıdır. Dövr sayı. D isə diametrdir. Diametr. Yəni diametrin yanında 1 görsəz bilin ki, aparanın diametridir. 2 görsəz bilin ki, aparılanın diametridir. Həmçin N1 görsəz aparandır. N2 görsəz aparılan. N saydı, deyirik N sayda. N saydı. D isə diametrdir.